Azərbaycan xanımları gözəl və baxımlıdırlar. 8 Mart Qadınlar Günü münasibətilə hər birinizi təbrik edirəm. Mənim çıxışım genital estetikaya həsr olunub. Mənim adım Həsənova Qumrudur, otorinolaringoloqam. Bu günləri sizə estetik əməliyyatların həyatımıza təsiri haqqında danışacağam. Bugün qadınların gözəl anatomiyasına bəhs edirik. 8 Mart Qadınlar Günü münasibətilə Məlhəm Beynəlxalq Hospitalda Qadın Gözəlliyinin Anatomiyası adlı tədbir keçirilib. Tədbirdə mədə kiçiltmə və metabolik sağlamlıq, bədən şəkilləndirmə və genital estetika, burun və qulaq estetikası, həmçinin idman və fizioterapiyanın qadın sağlamlığındakı rolu haqqında danışıldı. Seçilmiş iştirakçılara ödənişsiz əməliyyatlar, digər iştirakçılara isə endirimli müayinə kuponları və hədiyyələr təqdim olundu.